Abbasqulu Ağa Bakıxanovun Hikmətin Fəziləti əsərinin birinci beyti belədir. Qədim bir kitabda verilmiş xəbər, İranda bir həkim varmış mötəbər. Əgər siz həkim sözünün mənasını müasir mənada başa düşürsünüzsə, deməli yanılırsınız. Buradakı həkim sözü heç də müalicə edən, təbib mənası ifadə etmir. Əgər bu mənanı ifadə etsəydi, onda həmin hekayədə bununla bağlı bir xüsusiyyət, bir detal olmalıydı. Ümumiyyətlə, əgər bir ədib obrazın peşəsini bildirirsə, deməli həmin peşəni orada bir bədii detal kimi istifadə etməlidir. Lakin biz bu mənzum hekayədə həkimlik ilə bağlı heç nə görmürük. Yaxşı, bəs həkim sözünün buradakı mənası nədir? Həkim sözü bir mənalı olaraq hikmət sözü ilə bağlıdır. Hikmət sahibi olan şəxs deməkdir. Həkim bir sıra elmləri bilən, yüksək əxlaq və mərifətə sahib şəxslərə deyilirdi. Ədəbiyyat tariximizdən Nizami Gəncəviyə həkim Nizami deyilməyi məşhurdur. Bu heç də onun peşəsinin həkim olduğunu bildirmir. Onun yüksək əxlaq və mərifətə, yüksək intellektə sahib olduğunu göstərir.